Privyet, mən Fidan Türksoy. Uşaqlar, ən çox da əziz xanımlar, bəlkə bir çoxlarımızın yaralı yeri olan bir mövzunu rus dilində öyrənək. Amma bu videoda birinci yaxşı tərəfdən başlayacaq. Hansı mövzunu deyirəm? Arıqlamaq və kökəlmək. Bəli, 100% deyirsiniz ki, hə, adamın belə deyək də ağrılı yeridir də. Amma öncədən əzizlərim, əziz xanımlar, çünki mən istəyirəm ki, bütün xanımlar ayağın üstündə durmağı bacarsınlar, heç kimdən asılı olmasınlar. Yəni, Timboli indiki zamanədə çox və çox vacibdir. Əfsuslar olsun ki, bir çoxlarınız başa düşmürsünüz, amma həqiqətən də afərin o kəsə ki, başa düşür və nəhayət ki, çalışır, özü hər şeyə nail olsun, daha ondan bundan asılı olmasın. Niyə də yox, niyə başqalarında alınır, bizdə niyə alınmasın ki? Fərqi onun bizdən nədir ki? Bacarıqlı biz də bacara bilərik. Savad bizdə də var, niyə də yox? Sadəcə tənbəlliyi atmaq və özünüzə olan o özgüvənsiz var. Xahiş edirəm, bunu atın. Aşağıda məlumatı diqqətlə oxuyun və yazılın. İnanın ki, sonra mənə çox sağ ol deyəcəksiniz. Deməli, əziz xanımlar, 100% kişilər də baxır, elə sizdə. Deməli, arıqlamaqdan başlayaq. Arıqlamaq, xudetь, paxudetь. Fərqləri nədədir? Xudetь daimi, paxudetь bitmiş zaman, nəticəsi olan. Məsələn, mən həmişə arıqlayıram. Я всегда худею. Mən 5 kilo arıqlamışam. Я похудел və yaxud похудела на 5 kilogram. Əgər demək istəsəz ki, məsələn, mən bir aya 10 kilo arıqlamışam. Ya za месяц, bir aya, bu haqda video bölüşmüşəm, mütləq baxın. За месяц похудел və yaxud похудела на 10 kilogram. Bir aya 10 kilo arıqlamışam. Növbəti videoda kökəlməkdən danışacaq. Yəni, elə insanlar var ki, əslində arzulayır ki, kökəlsin də, çox arıqdır, arzulayır kökəlsin. Onu rus dilində necə deyə bilərsiniz? O haqda bilmək istəyirsinizsə, səhifəyə abunə olun, videoya like qoyun ki, daima bu videolar sizin də qarşınıza çıxsın. Dediyim kimi, aşağıda olan məlumatı mütləq və mütləq şəkildə oxuyun və yazılın. Gəlin bir yerdə istədiklərimizə nail olaq. Mən əminəm ki, siz də bacararsınız.